mənim seansımda tələbə qızlar, gənc qızların hamısı meyillidir evli kişilərlə görüşməyə və bir uşağım olsun, axıra qədər baxsın. Neynirəmi təhsili, neynirəmi qeyd özünü inkişaf elətdir, izləyirlər bu blogerlər var, varlı xanımlara baxırlar. Baxırlar bəzi müğənnilər var ki, təbliğ edirlər bunu. Açıq da olsa, lap adla da deyə də bilərəm. Məsələn, gəlirlər mənə danışırlar ki, Vəfa Şərifovadır, Vəfa Şərifova 2 dənə uşağı doğub, həm müğənnidir, müğənni olmasa da onsuz da o kişi ömrünün axırına qədər ona baxmalıdır. Və mən baxıram, ümumiyyətlə Famil kimdir ki? Mən niyə Famili tanımalıyam? Mənim yanıma gələn bugün 19-20 yaşındakı gənc qızlar mənə Famili misal çəkəndə ki, mən Famili tanımıram, mənə Şəbnəmi çəkəndə, mənə Vəfanı deyəndə və yaxud da yerindən duran bu dəqiqə toylar müğənnisi olmaq istəyir də, səs yoxdur. O Tamaradır, Kəmalədir, adı bilinmir də nədir, təranədir. Və mənə sadəcə olaraq 2 seans, 3 seans, 4 seans bunu eşidəndə artıq sən məcbursan axı açıb baxasan ki, bu kimdir də. Və mən açıb baxanda o dilənçi kimi toylarda pul yığmaqlar ki, bu hardan gəlir? Mən hardasa dedim bunu görmüşəm. Və bu çeçenlərin bir Fatiması var, müğənnisi. O çıxırdı tez-tez qabağıma ki, kişi gəlir onun qabağında pulu verir və bu da bir pulu götürür. Çeçenlərin nə vaxt mədəni olublar? Çeçenlərin nə zaman belə bir dəhşət güclü bir davranışı, tərbiyəsi olub, mədəniyyət olub? Heç vaxt. Və bizim millət o qədər meyillidir ki, hər şeyin pisinə götürməyə. İnsan, sən müğənnisən, insan nə qədər daxilən kasıb olmalıdır ki, yəni və bir kişi nə qədər mənən kasıb olmalıdır ki, bu gəlsin millət içində bir dənə o pulu versin və sən də bir dənə o pulu yığır.